Dostlar, bu videoda mən sizə təmirdən öncə kondisionerimiz borularının çəkilməsi haqqında məlumat verəcəm. Hal-hazırda gördüyünüz kondisionerimiz borusunun çəkilişini həyata keçirmişik. Sizi bununla daha yaxından tanış edeyim. Təmirdən öncə kondisionerimiz borusunun çəkilməsinin ən böyük üstünlüklərindən biri odur ki, kondisioneri istədiyiniz yerə quraşdıra bilirsiniz. Və hal-hazırda gördüyünüz kimi mis borular çəkilib və burada digər kondisioner mis borusu çəkilib. Əgər biz məsələn salona kondisioneri quraşdırmaq istəsəydik, böyük bir problemlə üzləşəcəkdik. Amma təmirdən öncə biz mis borusunu çəkdiyimizə görə heç bir problemlə üzləşməyəcəyik. Çünki fasadın üstünə icazə verilmir kondisioner quraşdırılsın. Ona görə biz təmirdən öncə mis borularının çəkilişini təklif edirik ki, yarana biləcək problemlərin qarşısını alınsın, həm də ki, gözəl görünüşə sahib olsun. Burada isə su xəttinin çəkilişini həyata keçirmişik. Buradan isə kanalizasiyaya verəcəyik. İndi isə salona keçid edirik və indi isə salondakı kondisionerimizin xəttinin çəkilişini sizə göstərmək istəyirəm. Kondisioner də quraşdırıldığı zaman heç bir boru görüntüsü və heç bir şey olmayacaq. Ən böyük üstünlüklərdən biri o idi ki, məsələn, fasada icazə verilmir kondisioner quraşdırmaq. Biz bunu polqona aparmışıq və açıq havada quraşdırmasını həyata keçirmişik. İndi isə salona keçid edirik və indi isə salondakı kondisionerimizin xəttinin çəkilişini sizə göstərmək istəyirəm. Kondisioner də quraşdırıldığı zaman heç bir boru görüntüsü və heç bir şey olmayacaq. Ən böyük üstünlüklərdən biri o idi ki, məsələn, fasada icazə verilmir kondisioner quraşdırmaq. Biz bunu polqona aparmışıq və açıq havada quraşdırmasını həyata keçirmişik.